Bugün Azərbaycanda iki dənə böyük fəlakət var. Bir, özəlləşdirmə, bir də korrupsiya. Bu ikisi Azərbaycan dövlətini qurd kimi içindən yeyir və korrupsiya artıq dövlət siyasəti səviyyəsində qaldırılır. Hər halda Azərbaycanın təkcə biz izləmirik axı. Bunu bizim düşmənlərimiz də izləyir. Buradakı gedən prosesləri Rusiya da izləyir. Hansı ki, bugün Azərbaycanda aparılan bu siyasətin planını ruslar verir. Ruslar tənzimləyir, ruslar idarə edir. Azərbaycanda yaranmış vəziyyəti və onlar da bilirlər ki, heç Azərbaycana intervensiya lazım deyil, Azərbaycana hər hansı bir təzyiq lazım deyil. Azərbaycan özü günbəgün dövlət kimi, cəmiyyət kimi, xalq kimi məhv olmağa doğru gedir. Vəssalam. 40 ildir Azərbaycanda eyni adam deputatdır. Atası ölür, qızı olur, əri gedir, arvadı olur deputat. Dünyanın hansı ölkəsində seçkili orqan bu cürə tənzimlənir və ya da icra strukturları. Atası da, babası da generaldır, oğlu da generaldır, nəvəsi də generaldır, nəticəsini də hazırlayırlar. Azərbaycanda bir segmentar hakimiyyət var, yəni bizim başa düşdüyümüz mərkəzi, nə bilim, klassik dövlət prinsiplərinə idarə olunan Azərbaycanda dövlət yoxdur. Bizim faciələrimizin əsas səbəbi bu dövlətsizlikdir.